Ümumiyyətlə, iqtisadiyyatın davamlı inkişafını təmin edən istiqamətlərdən biri də sənaye zonalarıdır. Azərbaycanda da bununla bağlı illərdir müəyyən işlər görülür. Hətta proses işğaldan azad edilmiş ərazilərdə də reallaşır, həyata keçir. Təbii ki, bu iqtisadiyyatın davamlı inkişafını təmin edir. Logistika xətləri bərpa olur və ya yenilənir və ya yeni logistik xətlər salınır. İnsanların iş yeri ilə təmin olunmasının biz şahid oluruq və ən önəmli mövzulardan biri hansı ki, xarici investorların bu sənaye zonalarına cəlb edilib, gəlib burada yatırımlar etməsidir. Eyni zamanda yerli sahibkarlar üçün də sənaye zonaları çox önəmli hesab edilə bilər. Azərbaycanda bununla bağlı hansı işlər indiyə qədər görülüb və bundan sonraki mərhələdə görüləcək? İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov studiyamızdadır. Elçin bəy, xoş gəlmişsiniz. Salamlayıram sizi. Xoş gəlirəm. Hansı istiqamətlərdə işlər görülüb bu, əgər iqtisadi sənaye zonalarından danışırıqsa və bugünkü mövcud vəziyyət necədir? Bəli, vurğulamaq istəyirəm ki, son dövrlərdə ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye zonalarının yaradılması istiqamətdə işlər uğurla davam etdirilir. Hazırda Respublikada 13 sənaye zonası mövcuddur. Bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır. Qeyd edim ki, sənaye zonaları hazırda ölkədə sahibkarların öz investisiya layihələrini həyata keçirmələri üçün çox əlverişli bir platformadır. Burada bir sıra stimullaşdırıcı tədbirlər tətbiq edilir. Sahibkarlar sənaye zonalarında onlar üçün təqdim edilən vergi, gömrük güzəştlərindən faydalanmaqla öz biznes layihələrini həyata keçirə bilərlər. Məhz bunun nəticəsidir ki, sənaye zonalarında investisiya portfeli 7,9 milyard manatdan çox olan 152 sahibkarlıq subyektinə rezidentlik, 12 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bugünədək sahibkarlar tərəfindən sənaye zonalarında görülmüş işlərə 6,9 milyard manatdan çox investisiya yatırılıb, 84 müəssisə artıq fəaliyyət göstərir, 10.700-dən artıq daimi iş yeri yaradılıb. Qeyd edim ki, sənaye zonaları ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması ilə yanaşı, həmçinin yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir, qeyri-neft sənayesi məhsullarının istehsalının artmasına, o cümlədən bu istiqamətdə ixrac coğrafiyamızın genişlənməsinə töhfə verməkdə davam edir. Belə ki, sənaye zonalarında ilk məhsul istehsalına 2015-ci ildən başlanılıb, məhz 2015-ci ildən 2024-cü ildə daxil olmaqla ümumilikdə 15,4 milyard manatlıq məhsul satış edilib ki, bunun da 4,9 milyard manatlıq hissəsi ixracın payına düşür. Təkcə 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış edilib, bunun da 1 milyard manatdan çox hissəsi ixracın payına düşür. Əsasən hansı məhsulların istehsalı müşahidə olunur? Bəli, sənaye zonalarında istehsal çox şaxəlidir və burada istehsal edilən və ixrac edilən əsas məhsullarımız polimerlər, karbamid, sürtkü yağları, şüşə lövhələr, ferro ərintilər, o cümlədən keramik piltələr, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar və sair məhsulları məhz göstərə bilərik ki, bu məhsullarımız ixrac, istehsal daxili bazara satılmaqla yanaşı həmçinin ixrac edilir. Ümumiyyətlə qeyd edim ki, sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən artıq ölkəsinə Made in Azərbaycan brendi adı altında ixrac edilir. Və ən əsası qeyd edim ki, 2024-cü ilin göstəricilərinə əsasən sənaye zonalarının ölkənin qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 17,6, ixracda isə 26% təşkil edir. Məhz baxdıqda bu kifayət qədər böyük rəqəmdir. Məhz İqtisadi Zonaların İnkişafı Agentliyi olaraq hədəfləyirik ki, bu rəqəmlərin daha da artırılması qarşıda duran ən böyük hədəflərdən biridir. Və qeyd edim ki, ümumiyyətlə sənaye zonalarından son olaraq yaradılan Naxçıvan Sənaye Parkıdır. Məhz Naxçıvan Sənaye Parkında artıq prioritet istiqamətləri müəyyənləşdirilib. Məhz yaxın günlərdə Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin qurulmasına və məhz infrastruktur işləri qurulduqda paralel olaraq bura sahibkarların müraciətinin qəbuluna başlanılacaq. Elçin bəy, deməli mən istəyərdim işğaldan azad olunmuş ərazilərdən də danışaq. Çünki bu ərazilərimizi azad etdikdən sonra dərhal yenidən qurma işlərinə
start verildi. Burada iqtisadi aktivliyi artırmaq da bizim üçün prioritet istiqamətlərdən biridir və elə bu məqsədlə də Ağdam, eyni zamanda Araz vadisi iqtisadi sənaye zonaları, parkları yaradıldı. Hazırda adı çəkilən yerlərdə, zonalarda vəziyyət necədir? Məhz İqtisadi Zonaların İnkişaf Agentliyi olaraq bizim üçün qürur vericidir ki, məhz bu işğaldan azad edilmiş ərazilərin bərpasında sənaye potensialının inkişaf etdirilməsində yaxından iştirak edirik. Belə ki, Cənab Prezidentin müvafiq fərmanları ilə Ağdam rayonunda və o cümlədən Cəbrayıl rayonunda sənaye parkları yaradıldı. Məhz 2021-ci 28 may tarixində dövlət vasitəsilə müvafiq fərmanı ilə Ağdam Sənaye Parkında 190 hektar ərazidə sənaye parkı yaradılıb. Məhz bu sənaye parkında sahibkarların məhz yaradıldığı gündən etibarən marağı həddindən artıq böyük oldu və demək olar ki, parkın 70%-dən artıq hissəsi artıq sahibkarların istifadəsinə verilib. O cümlədən Ağdam Sənaye Parkı sahibkarların sayına görə, yəni qeydiyyata alınan sahibkarların sayına görə hazırda Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkı hesab edilir. Məhz Ağdam Sənaye Parkının bu rayonda yaradılması təsadüfi deyildir. Bu məlum olduğu kimi işğaldan əvvəlki dövrlərdə Ağdam rayonu ölkənin sənaye mərkəzlərindən biri idi. Burada müxtəlif təyinatlı zavod və fabriklər fəaliyyət göstərirdi. Məhz artıq onu qeyd edə bilərəm ki, Ağdam Sənaye Parkında rezidentlərin sayı işğaldan əvvəlki dövrlərdə olan müəssisələrin sayından çoxdur. Məhz indiyədək Ağdam Sənaye Parkında investisiya portfeli 250 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Məhz bu 33 sahibkarlıq subyekt tərəfindən Ağdam Sənaye Parkında ümumilikdə 2000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır. Ağdam Sənaye Parkında görülmüş işlərə bugünədək sahibkarlar tərəfindən 107 milyon manat investisiya yatırılıb, 450 nəfərdən artıq insan daimi işlə təmin edilir. Əsasən işə götürmə prosesində Ağdam və ətraf rayonların sakinlərinə üstünlük verilir. O cümlədən artıq Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Məhz ötən il Cənab Prezident bir sıra müəssisələrin açılışında iştirak elədi və qeyd edim ki, artıq Ağdam Sənaye Parkında həm məhsul istehsalında və daxili bazar satışla yanaşı ixracda da böyük uğurlar əldə edilib. Belə ki, 22 milyon manatdan çox satış edilib ki, bu məhsulların bir çox hissəsi də xarici bazara çıxarılıbdır. Əsasən burada istehsal olunan divar kağızlarının, müxtəlif təyinatlı ayaqqabıların xarici ölkələrə satışı həyata keçirilir və digər məhsulların da ixracı istiqamətində hazırda danışıqlar aparılır. Və qeyd edim ki, digər sənaye parkımız bayaq vurğuladığımız kimi Cəbrayıl rayonunda yerləşən Araz Vadisi İqtisadi Zonası sənaye parkıdır. Park dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə yaradılıb və qeyd edim ki, Araz Vadisi İqtisadi Zonası sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə yerləşir. Bu da sahibkarların bu parka marağını cəlb edən əsas məqamlardandır. Belə ki, bu parkın artıq 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Araz Vadisi İqtisadi Zonası sənaye parkında da investisiya portfeli 130 milyon manatdan çox olan 16 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Məhz bu 19 sahibkarlıq subyekti tərəfindən sənaye parkına ümumilikdə bayaq qeyd etdiyim kimi 130 milyon manat investisiya yatırılacaq, 2000-dən yaxın daimi iş yeri yaradılacaq. Artıq görülmüş işlərə 30 milyon manata yaxın investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb. Məhz Ağdam Sənaye Parkında olduğu kimi Araz Vadisi İqtisadi Zonası sənaye parkında da bu rayondan, yəni Cəbrayıl rayonundan olan, məsələn Ağdamda Ağdamdan, Cəbrayılda Cəbrayıl rayonundan olan əhaliyə işə götürmə zamanı üstünlük verilir. Araz Vadisi İqtisadi Zonası sənaye parkında hazırda bir müəssisə fəaliyyət göstərir. Məhz həm Ağdam Sənaye Parkında, həmçinin Araz Vadisi İqtisadi Zonası sənaye parkında hazırda 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür. Məhz bu il bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Əsasən fəaliyyətə başlayacaq müəssisələr tütün məhsullarının, dekorativ daşların, dezinfeksiya edici, maye yuyucu vasitələrinin, o cümlədən müxtəlif təyinatlı yapışqan lentlərin istehsalı ilə məşğul olacaqlar. Mən sizdən bir suala da istəyərdim cavab eşidək. Sahibkarlar niyə öz layihələrini bu cür sənaye parklarında icra eləməlidirlər? Bu onlara hansı
dividendləri qazandırır? Hansı formada güzəşt edilir sahibkara ki, onlar gəlib o sənaye parklarında nəsə bir iş görsünlər, bir layihə icra eləsinlər? Bayaq vurğuladığım kimi, sənaye zonaları sahibkarların öz investisiya layihələrini həyata keçirmələri üçün hazırda ölkəmizdə ən əlverişli platformadır. Çünki bunlar üçün burada bir sıra gömrük və vergi güzəştləri təklif edilir. Belə ki, sahibkarlar heç bir əlavə texniki şərtlər almadan dövlət vəsait hesabına çəkilən infrastruktura qoşulmaqla öz vəsaitlərini, öz layihələrini həyata keçirə bilərlər. Belə ki, sənaye məhəllələrində həm infrastruktura təmin edilmiş torpaq sahələri, həmçinin hazır tikililər də sahibkarların istifadəsinə verilir. Ancaq sənaye parklarında dövlət vəsait hesabına qurulan infrastruktur sistemi sahibkarların istifadəsinə verilməz. Bu da onlara bir sıra öz vəsaitlərində qənaət etməsinə imkan verir. O cümlədən sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, mənfəət, torpaq vergilərindən, o cümlədən istehsal məqsədi ilə texnika və texnoloji avadanlıqların idxalı zamanı tam olaraq ƏDV və gömrük rüsumlarından azad olunurlar. Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində sənaye parklarının rezidentləri bu günə qədər öz vəsaitlərinə, yəni bu tətbiq edilən idxal ədəbiyyatı və gömrük güzəştləri öz vəsaitlərinə 500 milyon manatdan çox, təkcə 2024-cü ildə isə 44 milyon manatdan çox vəsaitlərinə qənaət ediblər. Qeyd edim ki, bu güzəştlərlə yanaşı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün əlavə güzəştlər paketi təklif edilir. Bura xüsusi güzəştli bank kreditləri, sosial sığorta haqlarının subsidiyalaşdırılması, kommunal ödənişlərə 20% güzəşt, yəni sahibkar ödədiyi kommunalın 20%-i kəşfiq olaraq onun hesabına qaytarılır. O cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi bir sıra xammal və materialların idxalı zamanı tam olaraq ƏDV və gömrük güzəştlərindən azad olma bu təklif olunan güzəştlər siyahısına daxildir. Bu nə vaxta qədər davam edəcək? Yəni bu cür güzəştlər konkret bir müddət var yoxsa? Konkret müddət yoxdur və sadəcə olaraq rezident qeydiyyata alındığı tarixdən etibarən 10 il müddətinə bu güzəştlərdən yararlana bilərlər. Sahibkarlar əgər adı çəkilən iqtisadi zonalarda, sənaye parklarında hər hansısa bir fəaliyyət nümayiş etdirmək istəsələr, bu prosesi necə icra edirlər və ya inkişaf etdirirlər? Kimə müraciət edirlər? Bəli, qeyd edim ki, İqtisadi Zonaların İnkişafı Agentliyi olaraq həm yerli, həm də ki, xarici sahibkarların müraciətlərinin qəbuluna hər zaman hazırıq və bu qəbul əsasən necə aparılır? Birinci, sahibkar öz ərizə forması ilə, yazılı formada İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edir. Bu, mail vasitəsilə də həyata keçirilə bilir və bu birinci proses belədir. İkinci proses artıq sahibkar öz biznes layihəsini agentliyə təqdim edilir. Biznes layihə agentlikdə müvafiq şöbə tərəfindən təhlil edilir və bu layihədə əlavələr və yaxud da ki, qeydlər varsa qeydlər edilir və layihəyə uyğun bilinirsə həmən sahibkarla görüş təyin edilir və həmin sahibkar sənaye zonalarının rezidenti kimi qeydiyyata alınır. İşğaldan azad edilmiş ərazilərdə qurulan iqtisadi zonalardan danışdıq və bir sıra bəzi ərazilərdə qurulan sənaye parklarından danışdıq. Bəs gün o gün olacaqmı ki, ölkənin bütün ərazilərində bu cür parkların yaradılmasının şahidi olacaq? Yəni, planda nə var gələcəklə bağlı? Əlbəttə ki, qeyd edib ki, sənaye parklarının yaradılması bu gün ən aktual məsələlərdən biridir. Çünki sənaye zonaları, bayaq qeyd etdiyim kimi, həm məhsul istehsalında, ixracda, o cümlədən bölgədə əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində mühüm rol oynayılması bu gün içində ən aktual məsələlərdən biri odur ki, əhalinin işlə təmin edilməsi məsələsi, sənaye zonalarının yaradılması Cənab Prezidentin səlahiyyətində olan bir məsələdir. Təbii ki, növbəti illərdə və ola bilsin ki, bu il növbəti sənaye parkının yaradılması əsas yəni planlarda var. Məsələn, necə 2024-cü ildə Naxçıvan sənaye parkı yaradıldı. Növbəti ildə planda var ki, Qərb bölgəsində Gəncə və ətraf istiqamətlərdə yeni bir sənaye parkının yaradılması mümkün olsun. Və xarici investorların
bu parklarda fəaliyyəti mövzusunda da biraz danışaq. Düzdür, bayaqları bir neçə kəlmə dediniz, amma mən istəyərdim biraz geniş formada bunu izah eləyək, bu prosesi danışaq, tamaşaçılar da xəbərdar olsunlar. Ümumiyyətlə, xaricilər burada investisiya yatırımına maraqlıdırlarmı sənaye parklarında? Və bir maraqlı məqam da var. Bizim sahibkarlara edilən güzəştlərlə xarici sahibkarlara edilən güzəştlər bərabərdir, yoxsa fərqliliklər var? Qeyd edim ki, sənaye zonalarında təklif edilən güzəştlər paketindən həm yerli, həm də ki, xarici sahibkarlar bərabər şəkildə yararlana bilərlər. Və sənaye zonalarına xarici sahibkarların da marağı böyükdür. Qeyd edim ki, hazırda sənaye zonalarında 15-dən çox xarici kapitallı şirkət rezident kimi qeydiyyata alınıb. Məsələn, bu xarici kapitallı şirkətlər Çindən, Bolqarıstandan, Litvadan, Türkiyədən, Rusiyadan, İrandan olan şirkətlərin nümayəndələridir. Məsələn, bu yaxınlarda Çinin BYD şirkət tərəfindən Sunqay Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsal layihəsi gerçəkləşir. Məhz artıq şirkət üçün də əlavə bir yer ayrılıbdır. İstehsal binası hazırdır. Yaxın vaxtlarda istehsal xəttinin quraşdırılmasına başlanılacaq. Bu kimi böyük layihələr xarici şirkətlər tərəfindən həyata keçir. O cümlədən Çinin digər bir şirkəti keramik piltələrin istehsalı ilə. Bu regionda analoq olmayan bir müəssisələrdən biridir. Həcminə görə və istehsalına görə. Və o cümlədən tibbi dərmanların istehsalında, avtomobil istehsalında xarici şirkətlərimiz fəaliyyətdədir. O cümlədən yaxın günlərdə Mingəçevir Sənaye Parkında yeni bir şirkətə rezidentlik statusu veriləcək ki, məhz bu Azərbaycan-Özbəkistan birgə kapitallı şirkətdir və bu şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq tekstil sahəsində klasterləşmə yaradılacaq. O cümlədən bayaq bir maraqlı fakta qeyd edim ki, Litva şirkət tərəfindən də Araz Vasik Sahil Zonası Sənaye Parkında Litvanın Dominari şirkət tərəfindən qeydiyyatdan keçib. Məhz bu şirkət Azərbaycanda ilk dəfə olaraq mebel sahəsində klasterləşmə yaradıb və bu layihə çərçivəsində 1000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır. Ümumiyyətlə, qeydiyyata alınan xarici şirkətlərin investisiya portfelləri 500 milyon manatdan çox qiymətləndirilir və 2000-dən də artıq daimi iş yerinin yaradılması planlaşdırılır və demək olar ki, bir iş yerinin bir qismi artıq yaradılıb, digəri də növbəti mərhələdə yaradılacaq. Bu həm də rəqabəti artıran amillərdən biridir. Bəli, bəli. Həm yerli, bunu hiss edə bilirsiniz? Hiss edirik. Artıq. Bəli. Təşəkkürlər, minnətdaram sizə dəvətimizi qəbul etdiyinizə görə. Tamaşaçıların diqqətinə çatdırım ki, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımovla danışdıq. Xüsusən də işğaldan azad edilən əraziləri əhatə edən iqtisadi zonalar, sənaye parkları və s. və ilaxır. Bundan söhbət açdıq. Görürük ki, demək olar yavaş-yavaş Respublikanın bütün ərazilərini əhatə eləyir. Nəinki yerli sahibkarlar, həm də xarici investorlar burada çox maraqlıdır. Çünki eyni bərabər güzəşt tətbiq olunur həm yerli sahibkarlara, həm xaricilərə və onlar da bundan faydalanaraq həm biznesini inkişaf etdirir. Eyni zamanda bölgədə yeni iş yerləri yaranır və keyfiyyətli məhsullar hazırlanır. Keyfiyyətə də əsas səbəb bizneslər arasında artıq əla bir rəqabətin formalaşmasıdır. Çox yaxşı bir xəbər idi və nəticə də uğurla səsləndirilir. Davam edək.